Qızlar salam. Bildiyiniz kimi mən hər ay özümə kosmetika hədiyyə eləyirəm, amma çox nadir hallarda amperkegin eləyirəm. Ona görə də istədim bu dəfə olsun, yəni də. Bugün olar. Gördüyünüz kimi 2 ədəd bronzer almışam. Biri I Heart Revolution markasından Macchiato bronzeri. Çox tündür, konkret niqalar üçün. Sonra qəribə bir problemlər var idi qablaşmasında, amma qablaşması çox şirindir. Elə ona görə almışdım, sözün açığı. Bir də bu Yves Saint Laurent'ın bəxtsiz bronzeri, Hyper bronzerlarından 03 nömrəsidir. Bunu mən artıq ikinci dəfədə alıram. Birincisi sağ olsun Expargo yolda itirdi, pulun zadını da vermədi, burnundan gəlsin. Mən biraz məşhurlaşım, onu həmişə reklam edəcəm. İkisi də çox gözəldir, amma ilki çox tündür. Yves Saint Laurent'dan onsuz da marka olduğuna görə almışam. Bir çox bronzerdən bu etkini ala bilərsən. Amma Dior'la müqayisə eləsəm, Yves Saint Laurent çox daha yaxşıdır. Baxmayaraq ki, Dior qramaj olaraq daha böyükdür. Nəysə yerlərinə qoydum. Birini Yves Saint Laurent ailəsinə qatdım, birini də bu yetimçələrin yanına. Sağ ol